Yeni xərc yaradılması. Yeni xərc bölməsinə daxil olaraq açılan pəncərədə tələb olunan məlumatları daxil edirik. Sizə göndərilən fakturanın nömrəsini qeyd etdikdən sonra faktura dili, sənəd növü və müştəri adını uyğun ardıcıllıqla seçirsiniz. Əgər müştəri adı siyahıda yoxdursa, əlavə et bölməsindən müştəri məlumatlarını daxil edə bilərsiniz. Ödəniş tarixi, müqavilə nömrəsi və müqavilə tarixi məlumatları profil bölməsində müştəri üzrə daha öncə yaratdığınız məlumatlar əsasında formalaşır. Əgər bu məlumatları daha öncə qeyd etməmisinizsə, o zaman özünüz daxil edə bilərsiniz. Əgər bu xərc üçün menecer və iş nömrəsi qeyd etmək istəyirsinizsə, uyğun bölmələrə daxil olaraq siyahıda daha öncə yaradılan meneceri və iş nömrəsini seçə bilərsiniz. Siyahıda olmadığı halda uyğun bölmələrdə əlavə et bölməsindən yeni menecer və yeni iş nömrəsi yaradaraq daxil edə bilərsiniz. Sonra valyuta seçərək və tələb olunduğu halda məzənnə daxil edərək sənəd əlavə et bölməsinə daxil oluruq. Açılan yeni pəncərədə açıqlama hissəsində malların, xidmətlərin adını və ya sizə uyğun olan məlumatları qeyd edə bilərsiniz. Sonra isə digər məlumatları uyğun ardıcıllıqla daxil etdikdən sonra əlavə et düyməsini sıxırıq. Açılan yeni pəncərədə daxil etdiyiniz məlumatları yoxlaya, düzəliş edə və ya silə bilərsiniz. Əgər yeni sətir əlavə etmək istəyirsinizsə, sətir əlavə et düyməsini sıxın. Açılan yeni pəncərədə tələb olunan məlumatları daha öncəki ardıcıllıqla daxil edin. Sizə uyğun olan sayda sətir əlavə edə bilərsiniz. Bütün məlumatlar daxil edildikdən sonra bitir düyməsi sıxılmaqla yeni xərc yaradılması prosesi tamamlanır.